Salam əziz izləyicilər, xoş gördük sizləri. Demək, bugün sizinlə MHM sınaq kitabı, MIG sınaq kitabından belə bir məsələnin həllinə baxacağıq. Demək, məsələdə bizə nə deyir? Deyir ki, OX oxun ABC nöqtələrində kəsən y bərabər AX kubu minus 3A x kvadratı plus 2x plus B funksiyasının qrafiki verilmişdir və əlavə şərt bizə verib ki, AB BC-yə bərabərdir. AB-nin BC-yə məsafəsinin BC məsafəsinə bərabər olması o deməkdir ki, yəni köklər bir-birindən nədir? Bərabər məsafədədirlər. Yəni, belə deyək də, köklər x1 olsun, x2, bir də x3 deyək, bərabər məsafədədirlərsə, bu sanki nədir? Ədədi silsilə əməl gətirir. Ədədi silsiləni də belə deyək, orta hədd düsturuna görə, yəni x1 plus x3-ün əvəzində 2x2 düşünə bilərik. İndi burada biz kub tənliyi üçün Viet teoremini yazsaq, yəni x1 plus x2 plus x3 bərabərdir. Demək, nəyi verir bizə? Mənfi 3a bölünsün a-nı, bu da olur. Üzr istəyirəm, burada mənfi itir Viet'ə görə, qalır burada 3. Biz x1 plus x3-ün əvəzində 2x2, yəni burada nəzərə alsaq, olacaq burada 3x demək 2 bərabərdir olacaq 3-ə, yəni x2 bərabərdir olacaq 1. Tənliyin köklərindən biri 1-dir. Bu da o deməkdir ki, biz bu 1 qiymətini, yəni bu tənlikdə, funksiyada yerinə qoysaq, nə olmalıdır? Demək, 0-a çevrilməlidir. Onda olacaq burada a minus 3a plus 2 minus 4 demək bərabərdir 0. Buradan da həll eləsəz görünər ki, demək a bərabərdir mənfi 1 olacaq. Digər tərəfdən isə şəkilə diqqətlə fikir versək, y oxunu mənfi 4 nöqtəsində kəsir. Bu isə o deməkdir ki, yəni x-in 0 qiymətində b olur, yəni sərbəst hədd b-yə bərabərdir. Yəni, daha doğrusu, sərbəst hədd nədir? Mənfi 4-ə bərabər olur. Bu bizdən nəyi soruşur? A vuraq B hasilini soruşur. Bu da 4 olacaq. Yəni cavab B variantı olur. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.